Allah şəhidimizin rəhmətini bərk etsin, yerini cənnət eləsin, atasının, anasını səbir versin. Sağ ol. Çok sağ ol. Anam buyur. Rövşən balamızın cənnətdəki mövlududur, mövludu mübarək olsun. Ata-anasına səbir versin, Allah cəm şəhid balalarımızın görmüşlər eləsin. Allah kömək olsun. Çok sağ ol anam. Buyur anam. Mövludu mübarək olsun, cənnətdəki mövludu. Allah atasının, anasına səbir versin. Çok sağ ol anam. Var ol. Buyur anam. Allah analarımıza, atalarımıza səbir versin. Allah anasına, atasına səbir versin. Yerdə qalan balalarına xeyir görsün. Allah sənə də saf uzun ömür versin. Çok sağ ol anam. Var olasın. Karşısına baş eğri. Buyur anam. Bugün Rövşən balamızın cənnətdəki mövludu mübarək olsun. Allah atasına, anasına, sevdiklərinə səbir versin. Allah sənə də kömək olsun. Sağ ol anam. Allah aynı bacım Eşə qardaşıma səbir versin. Balamızın bir mevlududur, mevludu mübarək olsun. O gün olsun nəvə yolu gözləyirlər. İnşallah salamat olsun. Biz də belə yığışaq onun başına. Çok sağ ol. Buyur anam. Rövşən balamızın cənnətdəki mövludu mübarək olsun. Allah atasına, anasına səbir versin. Allah kömək olsun burası. Çok sağ ol anam. Buyur anam. Bugün Rövşən balamızın mövludu mübarək olsun. Allah atasına, anasına səbir versin. Bütün şəhidlərimizi, Kərbəla şəhidləri, bütün analarımıza Allah səbir versin. Çok sağ ol. Buyur anam. Mübarək olsun, Allah atasının, anasına səbir versin, sən də sağ olursun. Borcumuzdur. Var olasın. Buyur bacı. Allah mövludu mübarək eləsin, ona səbir versin, Allah ömür versin, sizlərə daimi yaşadasınız. Allah atasına səbir versin. Allah imanlarımızdan ayrı salmasın. Sağ ol qardaş. Çok sağ ol. Anam buyur. Bugün Rövşən balamızın mövludu mübarək olsun. Allah atasının, anasına səbir versin. O bir dənə balasını olaraq göz dolusu xeyir versin. Çok sağ ol. Var ol. Buyur anam. Rövşən balamızın dəyişməyən mövludu mübarək olsun. Allah valideynlərinə səbir versin. Çok sağ ol. Buyur anam. Rövşən balamızın mövludu mübarək olsun. Atasına, anasına Allah səbir versin. Ruhları şad olsun. Çok sağ ol. Buyur anam. Rövşən balamızın Allah'ın atasına, anasına səbir versin. Qalanlarına da səbir versin. Çok sağ ol. Var ol. Buyur anam. Rövşən balamızın mövludu mübarək olsun. Ruhu şaddır, yeri cənnətdir. Allah atasına, anasına səbir versin. Çox sağ olsun. Var ol anam. Buyur. Bugün Rövşən balamızın cənnətdəki dəyişməyən mövludu mübarək olsun. Allah cəmi şəhidlərimizi İmam Hüseynindən ayrı salmasın. Allah bütün şəhid atalarına, analarına səbir versin. Sizə çox sağ olun, var olun. Çok sağ ol. Buyur anam. Rövşən balamızın mövludu mübarək olsun. Aynı babacıya, Eşən qardaşa Allah səbir versin. O bir dənə balası min budaq olsun. Ondan çoxlu xeyir götürsün. Çok sağ ol. Buyur anam. Allah mövludu mübarək eləsin. Həmsinin adında daşıyan balamız da inşallah sağ-salamat dünyaya gəlsin. O gün olsun, onun necə deyək, 40 günlüyünə yığışaq. İnşallah. İnşallah. Salamat gəlsin dünyaya. Çok sağ ol. Sağ ol sən də. Çok sağ ol. Tünzalı ana var olasan, belə bir söz deyim. Qəhrəman şəhid anaları. Həqiqətən oğul qurban versələr də bax önləri xəstəyə pul yığılırdı. Tünzalı ana o da dəstək oldu. Çünki demək istəyirəm bir oğlu var idi, onu vətəni uğruna qurban verdi. Bu gün də sizin kimi analar yenə də xəstələrin, imkansızların yanında olursunuz. Var olasınız, qarşınıza baş əyir. Bu gün nəvə deyirsiniz. Allah Rafət əmiyə də nəvə qismət eləsin. Çünki bu gün belə deyək, nəvə gözləyən ailələrdən də biri Xatirə Anagilin ailəsidir. Allah onlara nəvə qismət eləsin. Allah böyük bir mükafat versin bu ailəyə. Allah nəvə olmayanlara, övlad olmayanlara övlad qismət eləsin. Və bu günləri çox sevindirici oldu ki, həqiqətən də şəhid atalarından Zakir dayı şəhid ataların arasında oldu. Çox sevindirici oldu. Bütün xəstələrimizə Allah şəfa versin. Və bu günləri şəhidlərimizdən də bahəm bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah qazilərimizə şəfa versin. Veteranlarımıza can sağlığı. Əskərindən zabitinə kimi, bax sizin kimi anaların övladları olan əskərindən zabitinə kimi hərbçilərimiz var. Allah
hərbçilərimizi qorusun. Var olasınız və Rövşəni böyüdən əziyyətlə, zəhmətlə belə deyək ki, qəhrəman övladın anasından da söz götürməyə özümüzə borc bilirik. Ana, bu günləri sənin gör, qardaşımızın gör, nə qədər anaları, nə qədər qonaqları var burada. İstərdik ki, bir qəhrəman anası kimi sən də bir iş gəlmə deyəsən. Buyur. Sağ olun, var olun. Bu gün mənim balamın mövlududur. Çox sağ olsunlar. Mənim əziz bacıları. Bunların hamısının qarşısında mən baş əyirəm. Allah hamımıza səbir versin. Çox sağ olsunlar ki, mənim bu belə yerimdə məni tək qoymurlar. Həmişə biz bir-birimizlə bir yerdə olaq. Mehribançılığımızı Allah əlimizdən almasın. Çox sağ ol, var ol. Sən də çəkib işləmir. Borcumuzdur, borcumuz var olasan. Dəyərli analar, yenə bir qazimiz qoşulub sizlərə öz təşəkkürümü bildirmək istəyir. Diqqətlə bir dənə zəhmət olmasa, imkanımız varsa qulaq asaq, qoşulsun. Buyur Qulam əmi. Salam aleyküm. Əleykə salam. Sabahınız xeyir olsun benim güzel değerli anaları. Salam qardaş, salam. Her birinizin yüzünden, gözünden, ellerinden öpürüm. Allah size can sağlığı, uzun ömür versin. Allah sizə də can sağlığı versin. Təşəkkür. Allah mevlud günü mübarek olsun. Allah Teala bütün şehit kardeşlerin mekanını cennette eylesin inşallah. Amin. Amin. Var olasın. Allah kardeşim, Allah sana can sağlığı versin. Çox sağ ol, təşəkkür, var olasan. Balaları üstünden eksik eləməsin. Allah seni balaları xoşbəxt eylesin ki. Var olasın. Sen ki gelip bu değerli anaları değer verirsen Allah sana değer verir. Var olasan, var olasan. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Amin. Allah Teala xəstə qazilərimizə, xəstə veteranlarımıza şəfa versin. Analar da sənə təşəkkürüm bildirir Qulam kişi. Allah səni də var eləsin. Yəni vaxtdan istifadə edib qoşdum ki, sən də bir iki kəlmə deyəsən. Var olasan. Her zaman onlara borçluyam. Çox sağ ol, var ol. Allah səni var eləsin. Var olasın. Ayak koyan, canımı koyanam. Çox sağ ol, var ol. Var ol. Allah səni var eləsin. Təşəkkür edirəm. Çox sağ olun analar. Allah sizlər də var.